Süfrəyə baxırsan, süfrə doludur. Yəni barmaq qoymağa yer yoxdur. Amma biz sürətlə keçmişimizi unutmağa doğru gedirik. Toylardakı israfçılıq o qədər çoxdur ki, bu boşanmalara tətikləyir. 16-cı əsrdən əgər bunun tarixi varsa, biz niyə indi son dövrdə hansısa bir yaranmış xarici musiqini onunla əvəzləşdirək ki? Bağzalı toylarda nəyi simvolizə edir? Bu musiqinin adını dəyişdirib Bağzalı formasına salıblar ki, Bağzalının əsl əvvəlki adı keçmişdəki toy adətlərini qoruyub saxlaya bilmədiyimizə görə bugün gənclər şəhərdə ucuz restoran qalır, gedirlər ən bahalı restoranı tuturlar. Salam, hər vaxtınız xeyir olsun. Bizim bucaqdasınız. Son vaxtlar toylarımızda vağzaldan niyə imtina edilir? Vağzalıya tələbatın azalması milli ənənə üçün itki hesab oluna bilərmi? Bu barədə danışacağıq. Qonağımız filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyevdir. Xoş gördük Əpoş bəy. Xoş gördük. Əpoş bəy, istəyirəm söhbətimizə belə başlayaq ki, son vaxtlar toylarda bəy və gəlinin vağzalını yox, başqa mahnını seçməsi, belə deyək, ənənəvilikdən uzaqlaşma doğrudurmu, yoxsa narahat olmağa dəyərmi? Çox aktual bir mövzu seçmisiniz. Təşəkkür edirəm sizə. Həqiqətən də həm milli mənəvi dəyərləri qoruyan şəxslər üçün, həm də bir folklorşünas kimi bu məsələ məni son zamanlar ciddi narahat edir. Çünki iştirak etdiyim toyların da bəzisində görürəm ki, bizim ənənəvi musiqimiz olan, toyların bəzəyi olan vağzalı əvəzinə daha çox xarici musiqilər və Mendelssohn marşı çalınır. Təbii ki, bu artıq həm ənənəvilikdən uzaq düşmədir, həm öz soy kökündən uzaq düşmədir, öz milli mənəvi dəyərlərinə sahib çıxmamaqdır. Çünki biz görürük ki, biz nəyə sahib çıxmırıqsa, özümüzə aid olan o ən yaxşı dəyərlərimiz, milli mənəvi dəyərlərimizi unudanda onu bədnam qonşularımız mənimsəyir və özlərinkiləşdirirlər. Hətta ona saxta adlar qoyurlar və özlərininmiş kimi başqa ölkələrdə təbliğ edirlər. Hal-hazırda biz Qərbi Azərbaycan folklorunu araşdırırıq və buna çox rast gəlirik ki, bizim toylarımızdakı həm musiqilərimizi, həm milli rəqslərimizi, həm yallılarımızı bədnam qonşularımız özlərinkiləşdiriblər. Üstəgəl də özlərinkiləşdirməkdən başqa da həm adını dəyişdiriblər. Ona kənar müdaxilələr edərək başqa ölkələrdəki yarışmalarda, musiqi festivallarında öz adlarından verirlər. Bax, buna görə də biz bizə məxsus olan dəyərləri qorumalıyıq və təbii ki, siz düzgün mövqedəsiniz, bu bizi narahat etməlidir. Ümumiyyətlə bir folklorşünas kimi izah verərdiniz ki, vağzalı toylarda nəyi simvolizə edir? Biraz tarixə nəzər salsaq. Vağzalı sözünün ümumiyyətlə yaranması əslində çox da uzağa getmir, son dönəmlərə aiddir. Amma vağzalının əvvəlki adı olan gəlin atlandırma ki olubdur. Bu artıq 16-cı əsrə qədər gedib çıxır. Keçmişdə belə idi ki, Azərbaycanda yaşayan o türklər atla gəlini gətirərdilər. Hətta belə biz faktlara rast gəlirik ki, gəlini gətirmək üçün 40 atlı gedirmiş. Həmin 40 atlı yanında 2 dənə də əlavə at aparırmışlar. Gəlin və yengəsi həmin ata minirmiş və gəlin ata mindirilən vaxtı çalınan musiqiyə gəlin atlandırma deyirmişlər ki, indiki vağzalının qədim formasıdır və toylar da elə bu cür gəlinin atlanması ilə, gəlinin bəy evinə gətirilməsi ilə başlayırmış. Daha sonra təbii ki, əvvəllər biz nağıllarımıza görə 40 gün 40 gecə toy olurmuş. Sonraki artıq biz müasir dövrə yaxınlaşsa 7 gün 7 gecə, daha sonra 3 gün 3 gecə və müasir dövrümüzdə isə toyların artıq bir günə salındığını biz görürük. Amma elə ki, modernləşmə, şəhərləşmə məsələləri ki, daha önə çıxıbdır. Azərbaycanda bir şəhərdən digər şəhərin arasındakı ən müasir vasitə, nəqliyyat vasitəsi qatar olubdur və gəlini gedib qatar vağzaldan yola salanda həmin musiqi səslənmiş, gəlini qatarla yola salırmışlar. Bax, ondan sonra artıq bu musiqinin adını dəyişdirib vağzalı formasına salıblar ki, daha sonra artıq vağzalı adı ilə də günümüzə qədər gəlib çatıbdır. Amma vağzalı rəqsinin, vağzalı, həm də vağzalının rəqsi var. Yəni, gəlin biz mahnısı kimi onu bilirik. El arasında heç vağzalı çox vaxt demirlər, gəlin mahnısı deyirlər ki, gəlin köçən zaman deyirlər ki, oradan bir gəlin havası çalın, gəlin mahnısı çalın, gəlinimizi çıxaraq.
Bax, bu vağzalının əsl əvvəlki adı gəlin adlandırma olubdur. Vağzalı eyni zamanda ayrılıq, köç və yeni həyata başlanğıcın simvoludur deyirik. Digər musiqilər bu emosional yükü daşıya bilir, yoxsa artıq toy əvəzinə bir şou izləyirik? Daşıya bilmir, doğrusunu deyim ki. Çünki əslində nə varsa bizim o ənənəmizdə var, milliliyimizdə var. O keçmişdəki adət-ənənələri qoruyub saxlamaq çox yaxşıdır. Biz o keçmişdəki toy adətlərini qoruyub saxlaya bilmədiyimizə görə bu gün gənclər toy eləməkdən qaçırlar. Hətta görürsünüz ki, son dövrlərdə evlilikdən belə qaçırlar. Çünki ənənədən, dəyərlərdən, millilikdən uzaqlaşmışıq. Yeni toylara adət-ənənələr salmışıq ki, bu da xərcləri çoxaldıbdır. O vağzalı gəlin adlandırma havasının özündə bir insanları qəribsədən, insanları kədərləndirən o ayrılıq, həsrət notları var. Digər mahnılarla bunu əvəz etmək mümkün deyil. İstərsiniz siz baxsanız görəcəksiniz, o gəlin adlandırma vağzalı havası çalınanda hamı kövrəlir. Hətta kişilər belə onun o notları ilə, onun o sədası ilə kövrəlir. Amma bunu heç bir başqa musiqi ilə əvəz etmək qeyri-mümkündür. Həm də o həsrət, kədər, nisçil o ki notları ki var, o həmin o hala ki düşür insanlar. Adətən vağzalda insanlar bir-biri ilə ayrılanda uzaq ölkələrə yola salırlar, uzun müddətli səfərə yola salırlar. Onda insanlar kədərlənir. Üstəgəldə vağzalda bu vağzalı havasının, gəlin adlandırmanın çalınması da iki qat elə bir o niskili, o həsrəti artırır. Ona görə də keçmişdə gəlini vağzaldan yola salanda o həsrət, niskil motivləri daha dərindən yaşanılıbdır. Çox yaxşı olar ki, biz özümüzə məxsus olan adət-ənənələri itirməyək və xaricdən özümüzə hansısa bir adət-ənənəni gətirməyək. Bu gün siz dediyiniz kimi toylar bir şoaya çevrilibdir. Və o toyların xərci də o qədər çoxalıbdır ki, bəzən o ailə quran cütlüklər toydan bir neçə il sonra öz xoşbəxtliyini yaşaya bilmir. Elə ancaq borc ödəməklə məşğul olur, kreditlərlə məşğul olur. Amma halbuki keçmişdəki kimi toylar olsaydı, məsələn keçmişdə toylar çadır toyları olubdu. Keçmişdə toylar həyət toyları olubdu, evdə keçirilən toylar olubdu. İndiki toylar restoranın özünün ayrı xərcləri var. Keçmişdə gəlinin o bərbəzəyi indiki qədər çox xərc aparmırdı. İndi salonda bəzənirlər, ora çoxlu xərc gedir. Gəlin maşının bəzənməsi ya onu xüsusi kirayə maşın kimi götürürlər və yaxud da ki, kiminsə maşını da ona pul ödəyib götürürlər. Eləcə də müğənnilərin pulu həddindən artıq çoxdur. Oradakı o yeməklərin çoxluğunun özü belə yeni ailə quran cütlüklər üçün əlavə xərclərdir. Amma yaxşı olar ki, biz o keçmişdə toyu ki necə ki eləyirdik, orada yalnız iki gəncin bir-birindən qovuşması, yeni ailə quran gənclərin xoşbəxtliyi nəzərə alınırdı və iki tayfa mı, iki yad ailələr bir-birindən qohumluq əlaqələri qururlar. Bax, biz keçmişdə bunu görürdük. Bu gün də mən keçmişdə olan toyların o toy disklərinə biz baxanda, onların videoroliklərinə baxanda o qədər o keçmişə nostalji hissləri yaşayırıq ki, kaş elə toylarımız o formada qalardı. İndi boşananların sayı çoxdur, keçmişdə boşananların sayı bu qədər çox deyildi və mən sizi inandırım ki, boşananların əksəriyyəti də o toy xərclərinə görə problemlər yaranır toydan sonra, ailələr arasında bir-biri ilə ünsiyyətə girə bilmirlər, o toyda yaranmış problemlər davam edir və dərinləşir. Gənclər bilmir ki, evlilik həyatına o yeni qədəm qoyublar, təzə yaranan problemləri həll eləsinlər, yoxsa toydan əvvəl yaranan o xərcləri qarşılasınlar. Qeyd etdiniz ki, müəyyən ənənələr var ki, gəncləri toydan, evlilikdən uzaqlaşdırır. Bəs ümumiyyətlə hansı ənənələrimizi lüzumsuz hesab edirsiniz? Keçmişdə oğlan atası tərəfindən, oğlan valideynləri tərəfindən qız evinə müəyyən bir məbləğdə xərclik verilirdi. Başlıq pul deyilən bir xərclik idi. Bu da yüngülvari gəlinin atasının o cehizləri alması ilə bağlıdır və indiki qədər də çoxlu cehiz sayı tələb olunmurdu. Yəni gəlinin ailəsinin gücü nəyə çatırdısa, övladına onu hədiyyə kimi verirdi, pay kimi verirdi və növbəti illərdə də davam edirdi. Hər iki valideynin dəstəyi, həm oğlan evin dəstəyi, həm qız evin dəstəyi ki, bu yeni ailə qruplar, bunlar yenidən ev qururlar. Evlənmək sözü ev sözündən başlayır. Yəni bunlar özlərinə ev qururlar. Və keçmişdə o qızıllar da indiki qədər çoxlu bahalı qızıllar tələb olunmurdu. Ucuz və ailənin büdcəsi çatacaq qədər.
Bu gün biz müasir dövrümüzdə görürük ki, qız evindən oğlan evi həddindən artıq bahalı cehizlər istəyir. Bütün hər bir istər məişət alətləri olsun, istər bu xalı xalça olsun, istər geyimlər olsun, hamısını istəyirlər ki, mütləq gətirilməlidir. Və qız tərəfdə düşünür ki, məsələn, qonşudan dala qalma prinsipi var da burada ki, qonşu qızına bu qədər cehiz veribdirsə, mütləq biz də bu qədər cehiz verməliyik. Bax, o qonşudan dala qalma prinsipi ilə artıq qız evi yüklənir. Çoxlu borca girirlər, faizli kreditlərə girirlər. Ondan sonra toyun yerinin seçilməsi. Kənd evlərində, kənd yerlərində hələ də bu qalır. Bəy evinin həyətində bir çadır qururlar. Toy keçirilməsi üçün hər hansı və yaxud da ki, bağın içərisində bir yer seçirlər, toyu orada eləyirlər. Bu da yer pulundan artıq azad olmaq deməkdir. Amma şəhərdə ucuz restoran qalır, gedirlər ən bahalı restoranı tuturlar. Təkcə o restoranın özünə nə qədər pullar ödənilir ki, orada toy keçirməyə icazə edilsin. O da qalır hələ o restoranın sonraki yeməklərinin xərcidir. Keçmişdə uzaqbaşı 2 cür, 3 cür yeməklə toy başa verilirdi, yola salınırdı. Amma indi restoranda baxırsınız ki, yeməklərin sayı 7 cür, 8 cür, 9 cür. Təbii ki, bu da əlavə xərclərdir. Keçmişdə gəlini qohum-əqrabası bəzəyirdi və yaxud da ki, kimsə o bəzəkdən başı çıxanlar bəzəyirdi. İndi gəlin mütləq salonuna getməlidir. Gəlinin bəzəyini ən ucuzu 500.000 manatdan başlayır bu gün. Təbii ki, daha çox olanlar var. Keçmişdə məsələn toylara gedirdi, qohum-əqraba nəmər salırdı. Və yaxud da ki, kimin gücü çatırdı, bir qoyun hədiyyə eləyirdi, biraz ət hədiyyə eləyirdi, toy ləvazimatlardan biraz hədiyyə eləyirdi. Amma indi restoranda stulların sayına görə stulun sayı filan qədərdir, bu qədər pul ödənməlisiniz. Bax, o toya gedənlər də indi əziyyət çəkir. Çox hallarda bir ildən sonra artıq övladları doğulur, o yeni övladın doğulma xərcləri də indi çoxdur, onun artıq o ailədə yeni bir sakin var, onun da xərcləri o ailənin yükünün üstünə gəlir. Bax, buna görə də mən çox istəyirəm ki, gənclərimiz sadə toy eləsinlər. Xoşbəxtlik o cəhcəlalla, toya çox çəkilən xərclərlə ölçülmür. Xoşbəxtlik sadə formada da yaşamaq olar, o toyu sadə keçirməklə də xoşbəxt olmaq olar, qırqızılı az almaqla da xoşbəxt olmaq olar, bahalı restoranda yox, ucuz restoranda toy keçirməklə də xoşbəxt olmaq olar. Və yaxud da ki, gənclərin valideynlərin də vacib deyil ki, bütün cehizləri bu başdan hamısını verib, özləri bahalı kreditlərə girsinlər, bahalı yerlərdən cehizlər versinlər. Əsas orada o iki gəncin xoşbəxt olmağıdır. Onlara hamı xoşbəxtliyi arzulamalıdır, onlara doğru yol göstərməlidir. Yeni ailə modeli hansı formada qurulsa uzun ömürlü olar. Bax, biz bunu istəyirik. Çünki son dönəmlərdə görürük ki, nicaha girənlərin bəzən sayı qədər boşanmalar olur. Bax, bu bizi narahat etməlidir. Bugün toylarda ənənədən daha çox parti və yaxud sanki xüsusi proqram izləyirik. Əksər halda deyirlər ki, bu hər kəsin şəxsi seçimidir. Yəni toyunu necə görmək istəyirsə elə təşkil edir. Bəs 20-30 il sonra Azərbaycan toyu deyilən fenomendən geriyə nə qalacaq? Və yaxud da tamamilə bir şouya müşahidlik edəcəyik? Ən yaralı mövzularımızdan biri də budur və bizi çox narahat edənlərdən biri budur. Biz sürətlə keçmişimizi unutmağa doğru gedirik. Və o xalqlar inkişaf edir, o xalqlar qabağa gedir ki, keçmişini unutmurlar, gələcəyini qururlar. Bizdə amma son dönəmlərdə görürük ki, gənclər keçmişi unudub birbaşa gələcəyə getməyə çalışırlar. Amma keçmişi unutmaqla gələcəyə getmək qeyri-mümkündür. Gələcəyi qurmaq qeyri-mümkündür. Və zaman-zaman bizim xalqımız, bizim millətimiz keçmişi unutmağının o problemlərini yeni dövrdə yaşayıbdır. Bu bütün hallarda, bütün sahələrdə bu belədir. Biz düzdür, ola bilsin ki, bəzi gənclər keçmişin qalığı kimi baxır bəzi adət-ənənələrə. Amma o bütün təbiilik, bütün millilik o keçmişdəki adət-ənənələrimizdə var idi. Biz bugün doğrudan da siz deyirsiniz ki, toya gedəndə toydan zövq almırıq. Biz orada çoxlu səs-küy, fonoqrama oxuyan müğənniləri görürük və sanki bir göstəriş izləyirik. O kimlərsə geyimini göstərir kiməsə, kimlərsə qızıllarını göstərir, kimlərsə bahalı daşqaşını göstərir, kimlərsə bahalı salonlarda bəzənməyini göstərir. Yəni biz buna şahidlik edirik hal-hazırda toylarda. Kimlərsə bahalı müğənni gətirməyini orada nümayiş elətdirir.
Amma bu millilikdən tamamilə uzaqlaşmaqdır. Bu milli mənəvi dəyərləri tamamilə unutmaq deməkdir. Bu özümüzdən qopmaq deməkdir. Mən çox istəyirəm ki, bizim gənclərimiz keçmişdəki olan adət-ənənələri bu gün toylarımızda yaşatsınlar. Bu gün bax biz məsələn hansısa bir toyda biz o yallı elementlərini görürük, yallı getməyi görürük. Bu bizə çox xoş gəlir ki, biz yallını unutsaq, dərhal başqa ölkələr, başqa millətlər bizdən onu mənimsəyir. Pis olsa onda niyə bizim düşmənlərimiz yallılarımızı mənimsəyir ki? Deməli, yaxşı bir şeydir ki, bunu mənimsəyirlər. Bax, ona görə də biz toylarımızda şou eləməkdəndirsə, toylarımızı şouya çevirməkdəndirsə, cüzi xərclə, az xərclə sadə bir toylar keçirə bilərik. Biz keçmişimizlə bağlı olaraq toylarımızı keçirməliyik. Gəlinin keçmişdə üzü örtülü olurdu, gəlin örtüyü deyirlər də, fata deyirlər, üz örtüyü. Onun üzərindən bir dənə də qırmızı örtüyü örtülürdü. Gəlinin belinə qırmızı bağlanılırdı. Gəlin evdən çıxanda onun başının üzərində çörək doğranırdı. Gəlin bəy evinə girəndə onun ağzına bal sürtürdülər. Bax, o adət-ənənələrin hamısı çox maraqlı idi. Gəlinin yanında bir toyuq gətirilirdi, bəzənmiş toyuq gətirilirdi. Gəlinin yanında çıraq olurdu. Onların hər birinin özünün mənası var idi. Və o mərhələlər hər kəsə xoş gəlirdi. Ona görə keçmişdəki toylara biz indi baxanda biz qəribsiyirik. Biz o niskili yaşayırıq, 2 yaş indiki toylarımız da elə olsun. Amma biz indiki toylara gedəndə nə görürük? Toydan gələn hər kəsin o güclü səs-küydən başı ağrıyır və toylardakı o dalbadal gətirilən müxtəlif çeşid yeməklər insanların mədə problemini yaradır və bir müddət artıq o insanlar o problemi yaşayırlar. Çox da deyir ki, ac qayıtdım. Təbii ki, doğrudan da elədir. O süfrənin özü belə, siz baxsanız, mən elə dünən bir məclisdə olmuşam, süfrəyə baxırsan, süfrə doludur. Yəni, barmaq qoymağa yer yoxdur. Amma yeməyə heç nə tapmırıq. Yaxşı olar ki, 1-2 cür yemək olsun. Bizim o milli mətbəximiz var da. Bizim o milli mətbəximiz var. O yeməkləri Bakıda biz istifadə edə bilərik və hamı da çox ləzzət alır. Nəyə görə indi çox insanlar deyir ki, biz rayon toylarına həvəslə getmək istəyirik, rayon toyları maraqlı olur, rayon yeməkləri dadlı olur. O yeməkləri biz burada da bişirə bilərik. Biz buradakı restoranlarda da o yeməkləri verə bilərik. Əsas o bizim içimizdə o millilik olsun. Verilişlər gedir, bununla bağlı müsahibələr alınır, o ekspertlər danışdırılır ki, toylardakı bu israfçılığın qarşısını necə ala bilərik? Çünki artıq bu təhlükəli həddə çatıb ki, toylardakı israfçılıq o qədər çoxdur ki, bu boşanmalara tətikləyir. Qısa müddətdən sonra bir var ki, əvvəllər 2 gənc bir-birinə qovuşanda ailələr daha da mehribanlaşırdı, yadda cəb qohum olurdu. İndi toydan sonra o problemlərə görə ailələr bir-birindən düşmən kəsirlər. Boşanmalara apab çıxarır. Bax, ona görə də mən çox istəyirəm ki, lap dövlət səviyyəsində toylardakı israfçılığın qarşısının alınması, toylardakı o adət-ənənələrin unudulması ilə bağlı qərarlar qəbul edilsin. Biz necə ki, Azərbaycan dilinin saflığının qorunması ilə bağlı ki, qanunlar verilir, tapşırıqlar verilir, qərarlar verilirsə, bax bu toyların israfçılığının qarşısının alınması ilə bağlı, toylardakı milliliyin davam etdirilməsi ilə bağlı, milli mənəvi dəyərlərimizə qayıdış ilə bağlı mən çox istəyirəm ki, bununla bağlı həm ağsaqqal ağbirçəklər məsləhətlərini əsirgəməsinə gənclərdən, həm bizim bu sahə ilə bağlı ekspertlərimiz davamlı şəkildə gənclərə məsləhət versin. Çünki bəzən olur ki, gənclərə məsləhət verəndə əməl eləyirlər. Amma yetər ki, biz özümüz onu yaşatmağa çalışaq və o dəyərləri gənclərə aşılayaq. Vağzalını xilas etmək üçün təklif istənilsə, bir folklorşünas kimi nə məsləhət verərdiniz? Yəni, qadağalar olmalıdır, yoxsa gənclərə vağzalını fərqli formatda təqdim etmək mümkündür? Mən qadağadan daha çox təbliğatın tərəfdarıyam. Biz o vağzalının necə yaranmasını, vağzalının mənasını, vağzalının o tarixini, biz onu gənclərə düzgün təbliğ etsək, təbii ki, bu bağçadan, məktəbdən, universitetdən başlamalıdır. Eləcə də bununla bağlı çoxlu süjetlər olsa, verilişlər olsa, müsahibələr olsa, mən əminəm ki, təbliğat yaxşı nəticə verəcək. Çünki biz görürük ki, təbliğatın nəticəsi yaxşı olur gənclərdə. Amma qadağalar qoyanda istər-istəməz o qadağalar gəncləri qıcıqlandıra bilər. Onlar deyə bilər ki, bu mənim seçimimdir. Mən öz toyumda vağzalı istəmirəm, bunu seçirəm. O hüquqlarım pozulur. İndi də bilirsiniz də dəbdir ki, bizim hüquqlarımız pozuldu, bizim azadlığımıza qarışdılar. Amma təbliğatımızı biz yaxşı qursaq,
Biz hər kəs öz evindən başlamalıdır burada təbliğatda. Hər kəs öz övladına, öz ailə quran yaxın gəncə desə ki, toyunuzda vağzalı daha yaxşıdır, bu bizim tariximizdir. Bu musiqi ilə gəlinin gəlməyi daha uyğundur. Bax, bunu təbliğ eləsə mən əminəm ki, qadğa qoymağa ehtiyac olmayacaq. Belə bir fikirlər də var ki, vağzalı əsasən gəlin evdən çıxarkən, hətta bəy də öz evindən çıxanda səslənir. Yəni zala girəndə vağzalının olması elə də vacib deyil. Əksinə, yəni gəlin evdən çıxanda səslənsə belə, axı o toydaşların hamısı o hissəsini görməyibdir. Gəlin əvvəllər bəyin evinə girəndə vağzalı ilə girirdi. İndi artıq heç kim restoran toyundan sonra toyla getmir ki bəyin evinə. Toysuz gedir də, düzdür? Amma restoran elə o bəyin evi kimi sayılır da ki, artıq gəlin öz evindən çıxanda birbaşa restorana gətirilir, bəyin evinə aparmırlar. Ona görə elə restorana da vağzalı ilə girməyin özü yaxşıdır. Həm də bizim insanımız öz milli musiqisini orada duyur, öz milli rəqsini duyur. Onun özü də yaxşı bir haldır ki, lap toyun özündə səslənən mahnılar belə xalq mahnıları olsa, oradakı rəqslərin hamısı milli rəqslərimiz olsa, bu daha gözəldir, daha yaxşıdır. O toy daha şən keçər. O toyda bir neçə yallı növündən istifadə olunsa, yallı gedilsə, daha yaxşı olar. Mən bugün sosial şəbəkələrdə qarşıma çıxır o son dönəm toylardan. Mənim xoşuma gəlir ki, artıq yallını biz təbliğat formasına salmışıq. O yallı artıq toylarda istifadə olunur. Yaxşı olar ki, bu gəlin havası, vağzalı, istərsə də gəlin adlandırma adı ilə də bu musiqimizdə qoruyaq saxlayaq. Çünki bu bizim milli dəyərimizdir, bu bizim keçmişimizdir. 16-cı əsrdən əgər bunun tarixi varsa, biz niyə indi son dönəmdə hansısa bir yaranmış xarici musiqini onunla əvəzləşdirək ki? Məpuş bəy, sizə çox təşəkkür edirəm suallarımı cavablandırdığınıza görə. Mən sizə təşəkkür edirəm ki, adət-ənənəmizi yaşadırsınız. Çox sağ olun. Biz bu cür təbliğatı davam etsək, mən əminəm ki, gənclərimiz keçmişimizi unutmayacaq, milli mənəvi dəyərlərimizi qoruyacaq.